İran durub durduğu yerde ateşkəsi pozur. Halbuki sənə bu ateşkəs hava su kimi lazımdır axı. İsrail sənin yaratdığın mifləri 12 günün içində darmadağın etdi. Səni bütün dünyada faş etdi. Sən ümumiyyətlə zəif, bacarıqsız bir dövlət olduğunu göstərmiş oldun. Belə bir şəraitdə də durub dilini dinc qoymalısan, hərəkətlərinə diqqət eləməlisən. Üstəlik də biz məlumat almışıq ki, İran bu gecə qələbəni bayram edəcəkmiş. Nəyin qələbəsini? Kimin üzərində qələbə? Hansı qələbə? Sənin hava məkanın indinin özündə belə İsrailin nəzarəti altındadır. 1,7 milyon kvadrat kilometrə qədər ərazisi olan nəhəng bir dövlətdir. İsrail onun yanında, yəni 22 min kvadrat kilometrlik balaca bir dövlətdir də. İsrail kimi o balaca dövlət gəlib sənin o nəhəng ərazinin havasını, səmasını nəzarətdə saxlayır. Sən rəzil olmusan, sən həqiqətən biabır olmusan, hansı qələbədən danışırsan? Sənin bütün atom infrastrukturun məhv edilib, darmadağın edilib. Sənin elə başqa infrastrukturun da məhv edilib. Sənin bütün hərbçilərin, öndə gedən hərbçilərin öldürülüb, evinin içində öldürülüb. Sənin atom alimlərin evinin içində öldürülüb. Sən yəni nəyin qələbəsini eləyirsən? Nədə qalib gəldin? İsraili işğal mı etdin? İsraili geri mi püskürtə bildin? Bilmədin axı, sən bunu bacarmadın. Bacarmadığın şeyə görə durub qələbə. Bu qələbəni niyə qeyd edirlərmiş, bu dırnaq arası qələbəni? Daxildə vətəndaşlara bir təbliğat aparsınlar ki, biz güclüyük hələ də. Hamı bizdən qorxurmuş, Amerika Birləşmiş Ştatları, İsrail və s. Bütün bunları bir kənara qoyub xüsusi vurğulamaq istədiyim bir məqam var. İran özünü dünyaya İslam təəssübkeşi kimi təqdim etsə də, əslində İslam dini, onun Şiə məzhəbi İranda Fars milliyyətçiliyinə xidmət edir. Bax, önəmli məqam budur. Ona görə də biz Güney Azərbaycandakı soydaşlarımıza, İrandakı türklərə çağırışlar edəndə deyirik ki, aldanmayın. Fars milliyyətçiliyi sizi məzhəb adı altında əzir. 40 milyon türkə bir dənə məktəb açmırsan, amma nə görürük? İndi İsrail bunların üstünə gəlib Azərbaycan Respublikasına, bizim kimi insanlara sistem edirlər ki, İsrail Təbrizi bombalayır, hardasınız? Niye gəlib kömək etmirsiniz? Niye səsinizi çıxarmırsınız? Biz də onlara dəfələrlə demişik, mənim özümün də televiziya çıxışlarımda bunu xüsusi vurğulamışam ki, İsrailin Təbrizi, Urbiyanı, Miyanəni, bilmirəm, Xoyu, Mərəndi, istənilən bir şəhəri bombalaması haqqında görüntülər göndərin. Hərbi hədəflər vurulub, bəli bunu biz bilirik. İsrail də dünyaya göstərir. İranın özü də göstərir. Amma dinc insanların bombalanması, dinc insanların hədəf seçilməsi, bununla bağlı heç bir görüntü göstərə bilmirlər. Üstəlik də Azərbaycan dövləti 2 dəfə qeyri-rəsmi olaraq bu informasiya yayıldı. Öz kanallarıyla İsraildən özellikle de Güney Azərbaycanın vurulmaması, ümumiyyətlə Türklərin vurulmaması çağrışı edib. Və nəticə də var. Yəni İsrail bizi eşidib. Biz bunu bacarırkən İran yenə durub bizi ittiham edib. Halbuki Molla rejiminin ağlı başında olsaydı Azərbaycan Respublikasının bu imkanlarından istifadə edər və münaqişəni bir an öncə dayandırardı. Amma etmədilər. Yenə də dünyaya meydan oxumaq istəyirlər. Oxuduqlarına görə də bir dənə müsəlman ölkəsi onların tərəfində deyil.